Hələ nə idi onun adı? O dönəndə işıq yandırır. Havarodnik də qoyacağım. Dönəndə yanıb sönəcək, yanıb sönəcək, yanıb sönəcək. Onu buralara qoyasın. Yansın. Böylerde. Ay Allah. Tamam. Bizi düşündü. Durma o bizi dermanını da için. Kire pişirmeyi yemeye gerek. Yemi almışlar. Evet. Onları gerek. Evet. Ha. Başka ne içmiyor? Gelirken pazarda yaparsan. Kadın karşılık çalacak. Ha, saat 5'ten sonra kaset gelecek teze. Sonra şuna bak geleceksin. Pazarlığına zaten besleyeceksin. Ne hiç de yok. Ha, ikiye bölüm gelirsin. Səriş günün zar sizə 60 təşəkkür edərik. Dünən WhatsAppda dedim, bəs qızlar əziyyət çəkir, dedim, mənim adımdan dolara xüsusi təşəkkür edərik. Deyir, görürəm necə baxırlar sənə, yaxşı baxırlar. Burada evdə olsun. Su gəlsin, mən size tutarım. Pərştonun üstündə qaldı 50. Burada pul qalıb. Et almalıyım. Mən yeməyəcəm. Yeməyəcəm. Ay qız, mənə olmaz. Kökəldir, mənə qreçka mır, diyeti ki, nə lazım? Ciğer, dəmir üstündə belə. Hə, qanım açsın. Biraz ciğer belə. Ciğer, dəmir var, dəmir. Yox, qara ciğer lazım. Mal, dana ciğer. Mən də alaram. Dəmir üstündə belə. Dəmir üstündə adizə bir şey. Salam, Tərəl xanım, necəsiz? Dəmir üstündə belə. Havanın içində deyil. Dəmir üstündə. Üzləyəcəm, edəcəm, bana bağlayacaq. Şey olacaq. Elə xoşlayıram. Ay Allah, mən də uşaqlara vermişəm. Özün görəməlisən. Özün görəməlisən. Quran, falan, taksiyə gedəndən varsa. O, söz çək. Bir gündən bir qaşlı zevrin var. O, ki, mənə də bağlatmasın. Hə, başa düşdüm. Soka? Hə, soka çıxılan ərim. Bir 10 günə yaxşı. Aha, Markovla çulundur. Çulundur. Varım dedi sok çəkən. Çünki sən başlıca verməliyim. Hə. Uşağımızda 5 ilə var, atılır. İndi gələn taksiyə tutmuşum, mən gedəsən. Hə, evə gedəndə bazarlıq eləməliyəm. Çünki evdə olan hər şeyi gətirdim bura. Başda yemişik. Gedim kömək edirəm. Marazin qardaşlarını qalıb alıb. Hə, marazin kadakları olsa gələ bilmirəm ki. Xəmirdir, permen idi. Bitkədə ət qalmışdı, fıçı. Əsas Markov alaram, Burak alaram, Qreçka, belə şeylər. Qanıqı qaldırsan. Göy alma, petruşka, belə şeylər. Xeyli şeylər. Xeyli şeylər. Şirinə demək olur. Uşaqlar, buxağım yoxdur mən, bax. Yoxdur buxağım. Fəş gəldi. Nə qədər? Olmadı. Eş paylaşsın da. Müjgan karbon qazından reyting tuturdu, Moskvada oturur. Təriş xanım, çox sağ olun, təşəkkür edirəm. Müjgan qaşlarını al da bacı. Kızlar, tanıdığınız qaş ustası var evə gələn burada yaxınlarda. Gəlsin qaşımı alsın, verək bunu. Nə alalım? Həqqi, ala bilirsən? Fəş deyir, mən alaram. Sən saymıram. Qollar niyə qaralıb? Əməliyyatdan çıxmışam, bayaq. Çəkindir, atın. Ağrılar bir ay olacaq. Bir ay ərzində tədricən günü-günən azalacaq. Çək atın. Maxi, nə olur? Can. Bu yemeği okumadım. Çok sağ olun. Evindeki de gaga gagayı. Bakinka çok sağ olun. Nerede? Peki su istedim.
Alnın tükündən aldı. Onlar da iki deyildi, onlar yazıqdır. Oldun Geraz kuklası. Əvvəl başqa kuklaydım, indi Geraz kuklası oldum. Sən gel. Ben de gençlerim, üstüme silebilirler. Bastıram üstüme böyle bana da bak ederdim. Niye gençler? Benim efir kimde televizyon efiri? Hə, televiziya efiri kimidir də. Görmürsən, burada yekə görsənirəm. Ekranda daha yekə görsənirəm, cəmiyyətdə. Ben bacım seni yatmıştım. Bir bakıyorum. Çok iyi sıkıntı var. Bir konu bir görsen. Yehdidə izləyicim gələcək. Dırnağa yoxsa məni görməyə? İkisi birində. Denən gül almasın ha. Bir də güzda da var, əziyyət çəkməsin. Valla da otaq doludur. Otaq doludur güllə. 10 gündən sonra duş almaq olar. Deməli, ayın 24-ü olmuşam da əməliyyat. Ayın 4-ü çimə bilərəm. Ayın 4-ü. Hətta oramı buramı yuram. Oramı buramı qollarımız adını, oramı, qılçımız adı yuram. Başımı da yuram. Bir dənə bu sinədən, bu göbəyə kimi ora qalır. Su dayanmış. Da. Onu da spirtli şeyle ne değil. Betadinlə, hə. Şunun için. Var yaxşı bir şeydir. Nə? Bir en fazla günlük süt getirsin. Dün ağabey yaxşı. Aa, doğrudan yaxşı fikirdir ya. Ay, mən bunu niyə düşünmürdüm? Özü zərli, qaşlı, bardı ürəkdə. Kilonu verip çok boş zengin var. Onlar bile dediyse sen böyle bir... Hə, özü üstünə belə tükləri zadı olsun, belə kreativ ideya. Deyirsən, o dediyin elə paltar, üstündə belə lələklərlə zadla, belə lələyi zadı çıxsın eləsin orada, üstündə tüklü şuba, belə kablokla zadla. Da. Başında da tüklü şiyapa. Aşağı ayaqqabım da tüklü. Dodağımda qırmızı pamada. Yaxşı ideyalar verirlər də bacım. Vallahi hə, ideyadan ideya doğur. Afriz, açaqdırsan eləm, az necə yazırlar, necə yazırlar. Afriz, yanırlar, tağa yanırlar. Afriz. Nə oldu? Əlimizdən gələn elə disko əməliyyata getməyim. Getdim, yanırsınız. Burada yegazet danışımı hamısı oturub. Oturublar, zəhlələri gedirəm, oturub baxırlar. Bunlar gizli hayrandır. Bax, bunlar ürəklərində əslində məni çox istəyirlər. Mənim bu son problemlərim olanda getmişdim ona. Allah'ın olsun, məndən zəhləsi gedən düşmənçilik eləyən belə zəng ilə bağlamışdı. Fərişə, arzuya, bax, Allah haqqı. Çox istəyirlər, amma bilmirəm, qıcıq verirəm bunlara, bilmirəm nəyim qıcıq verir. Mən bacı yaltaqlamağı bacarmıram. Özün sən Naz. Davə bloka. Mən artisti bacarmıram, mən yaltaqlığı bacarmıram. Mən necəyəmsə eləyəm, bacı qurban. Ona görə məndən çoxsun xoşu gəlmir. Mən də başqaları kimi yaltaqlansam, artisti eləsəm, hamı deyər, bravo! Bacarmıram, bacı qurban. Yersən. Böyle. Oğlaq bacarmır. Bacarmır, yox. Oğlaq kimi çox istəyirsə, çox istədiyinə görə yanındadır. Oğlaq artisti eləməyi sevmir. Oğlağın bir adama zəhləsi gedirsə, o qarşısındakı bunu hiss eləyəcək. Qarşısındakini bunu hiss elətdirəcək. Sevgisini də, xoşu gəlməməyini də. Mən onun üçün xoşuma gəlməyən insanlarla bir arada olmuram. Bloka səssizə. Kim pul atmışdı? Esi pul atmışdı səndə. Esi kimdir? Məryəm xanım, çox sağ olun. Gülləri göstərin. Qoy gedim gətirim gülləri. Az gülləri, ekran kaydı. Kömək edə bilərsən. Belə çevirim. Belə götür, belə. Ay, yaxşı qoy gətirim mən. Sən otur, mən bax. Sən otur. Güllər gətirsən, can. Gətir bacı. Rüzavur qardaş harda? İşdə. İnək xanım, nə var? Öküz qardaş. Bir qadın əgər İnək xanım deyirsənsə, sən özün də elə öküzsən. Səssizə. Əlimdə
bağışla. Bunlar mən xəstəxanada əməliyyata girən günü gələn günlərdir. Yoxsa gedir suların aşırı deyil onu. Təbii. Buradan Elif xanıma təşəkkür edirəm, Mətişimə təşəkkür edirəm, digər bütün gül göndərən bacılarıma təşəkkür edirəm. Çox sağ olun, bəlkə qədər. Koymuşlar, oraya Çox suya istedi. Suyun. Bəlkə ataq deyilər, iylənib bir olar. İləməyib, yox. İylənməyib, yox. İlən sotarıq onu. İylənməyib. Şeydir, yəni. Bir suya qoyuyor. Ya Atapenin şey... Atapenin yanında diye, hə. Yox, Ürəyim, bu günlər gün gəlmir. Mən xəstəxanaya girən gündən gələn günlərdir hamısı. Böyle eli kaydediyle paylaş. Yazgı əməliyyata girən günü gələn günlərdir. Suya qoyulmuş xanım, qulağınla qulaq as. Qulağı çöpünə sənsə. Radiatorun bölümünə qalmış. Suya qoyulub, burası radiatorun yanında olub deyə solub günlər. Evə nə vaxt gedirsən bu şey? Nə may bacı, hələ buradayıq. Özüm yatıb özüm dura biləndə gedəcəm. Oy! Açmışdım. Çox uca qoydum deyəsən. Rahatsan? Hə. Nə qədər çəkər bilmirsən? Sən uğurlar arzulayıram, dəyişir. Ehtiyac yoxdur. İncitmir, yox. Həkimim Elçin Zodan. Fərş qurtar uşaqlar, işi var, gedir. Gedirəm qızlar. Hara getiri deyil, soruşurlar. Deyin, məhkəməyə gedir. Aliment. Uşaqları görə. Dedim yanına, mən üzümdə çiçəyə var. Can, Çeynəmə. yorğun deyilsin. Hani yorğunsa bir qızdırmam olur. Bir sənə söz var. Sakın qırmızılma var. Biraz istiliği var. Var ha. İstiliğin var sənin. Həm də şey, vaniyə ilə keçirdi. Onlar həyəcandan deyə yaxşı olacaq hər şey. Ürəyi buz kimi sən. Oy, nə oldu Max? Adam qorxdu, bu gün elədi. Aa, götürmədi. Məryəm, çox sağ ol. Aa, Maxi. Stresləndim müjür. Yataq geyimi deyil canım. Üst geyimidir. Salam, yaxşı. Yox, getmədim. Az evi su basmışdı yayda. Şu sentyabr değil. Evi su basıb iyun ayında. Bunlar indi gəlirlər ki, evi su basmışdı. Yayda basmışdı evi su. Qaşla izim almaq necə gözümə oturub. Onlar qəşək, sonra saçımız ağrıyor. Da. Sistem kurtardı. Yok hele 2 gün yarım var. 2 gün yarım. Yəqin onlar üst geyimi ilə yatırlar, düzdür. Şimdi sen gecesine yatmışsın. Hə. Sen de çekeceğim. Paylaşacaksın. Elçin bəy, tezdə Peki ölələr. sen icazə verirsin. Hə, icazə verərəm. Bence yok. Gece 10 gün edeceğiz. Hə, olar. Neçə uşağım var? 177 dənə. Zahir qısqanmır sizi belə geyimləmişim. Niyə qısqansın ki? Ne bileyim evde zadlaskayla gəlsin istedi. Canım.
Zal kimdir? Kələm. Niyə belə çıxır? Filtrləmiş sözdə yazıqlar deyə düşünür. Onu sən mən görür. O yazılar ancaq mod görür. Bir də mən görür. Maxi! Şimdi ayrı okuyacağım Maxi'ye. Oynamaq istəyir fərşli. Hə? Bəs də. Getdin, sağ-salamat Fəriş, uğurlar. Xoş xəbərlərlə gəl. Maşallah, mən necə oynuyorum pişiklər. Uzanın oturup dururam. Neyine vaxt geçti? Deyirəm, neyine vaxt geçti? Belə boş-boş oturmağı da öyrəşməmişəm. Nə istəsən? Evdə həmişə canla-canla yemək saat pişirib verirdim, vaxt keçirdi. Nə istəsən? Neyini? Vallahi. Dalı çağırır. Can! Maxi! Gel kucuma. Körpem! Can! Can! Gel buraya körpe balam, gel görüm. Can gel. Geleceğim gel. Gel ağıllı balam Can. Maxi! Necə şeylə deyirə gəlir. Çok. Gələlim. Gel, gel kucuma. Gel kucuma. Pis 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 pis. Gel görüm. Uşaq kimi deyir. Ha, balaca uşaq kimidir. Dur yemək pişir. Arzum olan istədim yemək. Hı? Yemək istədim. Yo, indi yemişəm səhər yeməyini. Daha. Can. Can. Arada yat. Bütün gecəni yatmışam. Səhər də yatmışam. Düz saat 1-ə kimi yatmışam. İçdim dərmanı. Elə mən çıxan kimi gördüm, uşağı söndürdünüz. Hə. Mən uzandım, seriala baxdım. Fəriş tez yatdı, mən biraz gec yatdım. Hə. Səhərə yaxın yatdım, düz saat 1-ə kimi yatmışam. 1-ə qalmış idi, durdum. Yaxşı, mən səni yuxudan lazım. Öz pişiklərimə Fəriş gil gedir, yemək qoyub gəlirlər, uşaqlar həyətdədirlər. Həyətdə boş otaq yoxdur orada. Sularını ponlu qoymuşdum yeməklərində. Axırıncı dəfə də Fəriş gil getdi, verdi, gəldi. Yemək. Belə. Yeməyə mi çəkmişdir? Hə, səhərə kimi danışmışıq. Burada belə şey, kobud olmağına baxmayın. Belə WhatsApp'da çox şirindir. Yəni mülayimdir, deyim. Bütün ürəyimdə olan sualları verdim, cavablarını da aldım, amma burada deməyəcəm. Olmaz, çünki şəxsi həyatdır. Şirindir. Dada. He. Çok. İndi hardadır Zarf? İşte. Öz evdə. Yenə də bizim oyunlarına çıxıyorsun. Ayşalar, subay oğlandır da, lap qız əli var, qızın qılçı da orada ola bilər. Qızın ayaq barmağı da ola bilər şəkildə. Subay oğlan olub da, nə? 15 yaşı var mı? Yəni 37 yaşı var. Məndən sonra qoymayıb ki o şəkli, məndən qabaq olub paylaşılıb da o. Sevgilisi zadı yoxdur.
O barədə cavab vermək istəmirəm. Evlənib, evlənməyib, o bizim aramızda qalsın. Bu qədər şəxsi sorun. Şəxsi sualdır. Dünən gecə səhərə kimi onun profilinə güdmüşəm. Görüm nə paylaşıb. Profilə baxmışam. Romantik sözlər, zatlar da var. Mən babası yox bundadır. Heç nə. Sıra deyir. Sağ ol Aygün Kazımova. Sən necəsən canım? İnsan heç var. Dış görünüşlü qiymət qılmaq lazımdır. Qoyçanda nə olur ki? Dəvət cəhənnəmə bayır. Səhifəsinin adı Zaur 010. Kimə? Direktiv bağlasın. Tez bağlanma, hələ tamam. Söhbət yox. Bir ildir məni izləyir TikTok'da. Ona görə bu qədər acıya dözdüm. Yox, mən gedəndə açığı bu barədə heç düşünmürdüm də. Vallahi bəziləri paxılını çəkir, bilirəm. Bəziləri yox, çoxları. Burada çoxları. Qaş qaldağa oxşuyur. Ada kim mən? Əməliyyatdan qabaq var idi, gizli xanım. Əməliyyatdan qabaq var idi. Bir əməliyyatın bir həftə qabaq var idi. Xasiyyətim tuturmuş, ay uşaqlar, ilk dəfədir WhatsAppda tanıdığım insana, necə deyim, xasiyyətim tutur ya tutmur. 1-2 saat danışmışam, nə deyə bilərəm, bilmirəm. O kişi sənin zövqündədir. Mənim üçün xarici görünüş, önəmlidir, amma əsas onun xarakteridir. Xasiyyətidir, xasiyyətim tutsun. Görünüş kişidir də, nə olmalıdır ki? Kişi meymuna fərqləndi bəzdə. Əsas xarakteri kişi olsun. Həm yarı yolda qoymasın, aldatmasın, işi gücü olsun, sahiblənməyi bilsin, mehriban olsun, döyməsin, söyməsin, hörmət eləsin. İndiyənə kimi tanıdıqlarımın çoxundan 100 dəfə artıq adamdır. Bu qədərini deyə bilərəm. Özünə hörmət edir. Özünə hörmət eləyəndir, söz bazası genişdir. Sən bir soruşdun o WhatsApp'da. Hamısını düz dedi. Nə sual verdim, dedi. Tez güvənməsən də ama. Mənim bir dənə problemim var ki, mənim güvən problemim var. İnsan uzun müddət tək yaşayanda, o insanda güvən problemi olur. Mən neçə ildir tək yaşayan adamam. Yəni, 3 gün tanıdığım insana təbii ki, güvənə bilmərəm. İnşallah. Modlar, xahiş edirəm, başqa yazıları sabit eləməyin. Sən sabitlərdin. Can, oğlan dedi ki, belə biləcək ki, keçmiş eks aşkımız adımdır. Qız görmüsən Telman adıdır. Allah bir yoldaşın adı ilə zaten. İnşallah xeyirlisi müjü. İnşallah qara qabaq oğlandır. Gördüm dedim, düşək gedək gəzək hava. Yəqin ki, görüb ay xanım. Nə var ki burada? YouTube'dan qoymuşam da səsi. Xanım, yaşlı kişi 70'dən sonra başlayır. Oğlanın 37 yaşı var. Elə soçunu vaxtıdır elə. Necə ki, nar